Allah-u Teala'nın bizi bir-birimizə qardaş elan etməsidir. Peyğəmbərimizin hədisinə baxdığımız zaman Peyğəmbərimiz buyurur ki, La ilahə illallah deyən, yəni Allahın varlığına şəhadət gətirən müsəlmandır və Allahın varlığını inkar etmədikcə o şəxs dindən çıxmaz. Yəni, bunlar bizim əsas prinsiplərimizdir. Dolayısıyla, La ilahə illallah Muhammedən Rasulullah deyən hər kəs Quranın və Peyğəmbərimizin hədislərinin işığında, kontekstində qardaşdır və onların malı, canı, namusu bir-birinə icazəsi olmadığı təqdirdə toxunduqda haramdır. Haramdır. Bax, Peyğəmbərimizin görmək istədiyi